Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Naxşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, adətən belə bir doğru bir ifadə səslənir və hətta belə deyək, çox məşhur bir ifadədir. Deyir ki, qan yolu ilə keçən ən böyük xəstəlik qohumluqdur. Bəzi qohumlar var ki, yad insan ondan min dəfə yaxşıdır. Yəni, qohum bil ki, sən pis olduğu qədər bəziləri, yad sənə pisliyi onun etdiyi dərəcədə edə bilməz. Və nəticə etibarı ilə, məsələn deyək ki, maddi ehtiyacın var, hər hansı müəyyən qədər məbləğə, yad adamdan istəsən onu sənə verər. Amma qohum sənə ya verməz, ya da pulu verdiyi təqdirdə səni it tipajına belə qeyri-etik səsləndirə bilər, amma acı həqiqətdir, salamdan sonra götürür. Və pulu səndən istəsə də, yaxud istəməsə də, onu sənə eşitdirərək, yəni biraz şablon, biraz da qeyri-etik səslənən sənə soxduğu söz qədər, hazırladığı ifadələr qədər müəyyən ifadələr səslənəcək. Və nəticə etibarı ilə həqiqətən də əksər, yəni heç kim bunu nə dana bilməz, yəni nə boynundan kənara ata bilməz. Çünki hər kəsin ailəsində oğul, qız, nəsil, nəcabət böyük bir kütləvi şəkildə olan, yəni ailələrdə, yəni qohumlaşma təbəqəsiz gedir. Və heç kim, və hətta belə deyək, dəqiq olaraq statistikada 68-70% insanlar qohumlarından razı deyirlər, narazıdırlar. Niyə? Çünki xoşa gəlməz ifadələr, arxadan danışmalar, pis-pis vərdişlər, müəyyən psixoloji təsirlər, travmaların əksəriyyəti qohumlar tərəfindən gəlir, baxış açısından. Onlar nə deyər? Hansı ki, el nə deyər sözün açıqlaması. Hər hansı bir hərəkəti və ya bir ifadəni edən zaman. Nəticə etibarı ilə etik bildiyiniz şeyləri etməkdən çəkinməyin. Kimsə sənə, bunu sən etmirsən, sən qorxaqsan, sən beləsən, eləsən. Kimi səsləndə müəyyən insanlar qorxaqdırlar. Fikrinizi bildiyiniz, qeyri-etik olmayan, etik çərçivədə olan şeylər etməkdən çəkinməyin, qaçmayın. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz və yaxud fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir.